İbadəti hak edən yalnız Allahdır. Baxın, ibadət kimin haqqıdır? Allahın haqqıdır. Yəni biz bu dünyaya nə üçün gəlmişik? Allaha ibadət eləmək üçün. Yəni ibadəti başqasına yönləndirmək olmaz. Misal üçün burada indi ibadət deyəndə məsələn dua etməyin özü ibadətdir. Qurban kəsməyin özü ibadətdir. Qurban kəsmək kim üçün olmalıdır? Yalnız Allah Subhanahu va Taala üçün olmalıdır. Dua kim üçün olmalıdır? Kimə edilməlidir? Allaha edilməlidir. Baxın, bunlar hamısı ibadətdir. Təvəkkül etmək, bunlar hamısı ibadətdir. İbadətdə yəni Allaha ortaq qoşmaq, yəni deyirik, Rəbbimizin yanında ən böyük günahdır, ən böyük günahdır. Düşünün ki, bu elə bir günahdır ki, hətta peyğəmbər dahi bu günahı etsə, Allah Subhanahu va Taala bu günahı heç kəsə bağışlamır. Yəni bu dünyaya yenə deyirəm, yaradılış məqsədimiz nədir? Nə üçün gəlmişik? Allah ibadət eləmək üçün. Məs la ilahə illallah deyən insan necə ibadətdə Allaha başqasını ortaq qoşa bilər? Necə ibadəti Allahdan qeyrisinə yönləndirə bilər? Əgər bir insan la ilahə illallah kəlməsini deyibsə, bu sözün haqqını verməlidir və bu sözü deyən insan yalnız Allah